Belə bir suala baxaq. Cəmini hesablamağımız istəyir. Deməli, burada bizdə diqqət eləsə 2 cür cəmimiz var. Sürəti 1 olanlar və sürəti 3 olan cəmlərimiz var. Buradan da elə tək yerdə duran hədləri 1 götürsək, 4-də 1, 4-ün kubunda 1, 4 üstü 5-də 1 və s. Bir bu cəmimiz alınacaq. İkinci cəmimiz isə cüt yerdə duran cəmlərdir və bu cəmləri isə cəmləsək bir cəmimiz alınır. Və hər bir cəm diqqət eləsək sonsuz həndəs silsiləni verir bizə. Burada birinci həddi 1 bölünsün 4-ün kvadratına. Hər sonraki həddi özündən əvvəlki ilə bərabər 1 bölünsün 4-ün kvadratına vurmuşuq. Son səndəs silsilənin cəm düsturu da B1 bölünsün 1 çıxılsın 2-dür. İndi biz burada 1-i hesablasaq, o zaman olacaq birinci cəmimiz bərabər B1 bölünsün, yəni 4-də 1 bölünsün 1 çıxılsın 2. Burada 2'miz oldu. 1 bölünsün 4'ün kvadratı. Çünki hər dəfə 1 böl 4'ün kvadratına vurmuşuq. O da eləyir 16'da 1. 4'də 1 bölünsün 16'da 15. Bu da eləyəcək deməli 15'də 4. Birinci cəmimiz 15'də 4. İndi ikinci cəmimizə baxaq. İkinci cəmimizdə yenə sürətlər olduğu kimi qalıb. Hər dəfə 1 böl 4'ün kvadratına vurmuşuq sürətdə məxrəcidə. O zaman ikinci cəmimiz də olacaq. B1 birinci həddimiz 3 bölünsün 4'ün kvadratı. Bayaqçında da birinci həddimiz B1'imiz 4'də 1 idi. Ona görə biz bura 4'də 1 yazmışdıq. 3 bölünsün 4'ün kvadratı 1 çıxılsın 2. 2'miz də olacaq. 1 bölünsün yenə 16. Olacaq 16'da 3 bölünsün 16'da 15. 16'da 3 vurulsun 15'də 16. Bu cəmimiz də olacaq 15'də 3. Deməli, tək yerdə duranların cəmi 15'də 4 oldu. Cüt yerdə duranların cəmi də 15'də 3 oldu. O zaman ümumi cəmi hesablayasaq, ümumi cəmimiz bərabər olacaq. 15'də 4 üstə gəl 15'də 3 bərabər 15'də 7. Cavabımız 15'də 7.